Paytaxtda bir ünvan var ki, orada tikilməkdə olan yaşayış binası ərazidə yaşayan sakinlər və bu yoldan istifadə edən insanlar üçün ciddi təhlükə yaradır. Ölüm təhlükəsini buradan yolu düşən hər kəs görsə də, görünür binanı tikən şəxslər bu təhlükəni bu vaxta kimi görməzdən gəliblər. Sakinlər Space xəbərə müraciət etdilər. Çəkilişdən sonra ərazidə yaratdığı təhlükəni nəhayət binanı tikən şəxslərin özləri də görə bildilər. Qaldırılan yüklər hər an buradan keçən insanlar üçün bir bədbəxt hadisə yarada bilər. Ağır yük qaldırar, külək güclü olar, bəli, qırlar aşar. Bir tərəfdə uşaqlar öz evlərinin həyətlərində oynayır. Cəmi bir neçə metr aralıda ağır tonnajlı yük kranı işləyir. Paytaxtda daha bir ünvanda bina tikən şəxslər ərazidə yaşayan sakinləri təhlükə ilə üz-üzə qoyub. Görüntülər Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşqalı küçəsində Memarlıq Şəhərci 2021 MTK tərəfindən tikilməkdə olan binadandır. Yaşayış olan ərazidə həm söküntü, həm də tikinti işləri həyata keçirilir. Ancaq burada tikinti aparan şirkət deyəsən təhlükəsizlik tədbirlərinin görülməsini unudub. Tikinti demək olar ki, başa çatmaq üzrədir, ancaq burada heç bir çəpərlənmə işləri aparılmayıb təhlükəsiz məqsədi ilə. Eyni zamanda ağır tonnajlı kranın hərəkəti zamanı yarana biləcək təhlükə ilə bağlı da təhlükəsiz tədbirləri görülməyib. Buradan keçən insanlar, burada dayanan avtomobillər üçün bu kranın hərəkəti böyük təhlükə mənbəyidir. Ərazidə yaşayan sakinlər iddia edir ki, tikinti şirkətinin istismar etdiyi ağır tonnajlı kranın yaratdığı təhlükə ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edilib. Ancaq problem bu günə qədər aradan qaldırılmayıb. Tikintidə işləmişəm. Kranın şəxsən yarısından bölünüb açdığını görmüşəm. Yəni burada da ola bilər. Bədbəxt baş versə o kim tikir, o cavabdeh olacaq. Əksinə, tikinti materialları binanın həyətində deyil, sakinlərin gündəlik istifadə etdiyi gəliş-gediş yolunun üzərində yük kranı vasitəsilə daşınır. Sakinlər bunun xüsusilə uşaqlar və ərazidən keçən insanlar üçün ciddi təhlükə yarattığını da deyirlər. Bina tikirlər. Qorxmursan, orada nəsə düşə bilər üstünüzə? Qorxuram. Əvvəlcə MTK əməkdaşları ərazidə heç bir təhlükəsizlik qaydasının pozulmadığını iddia edərək bizi buna inandırmağa çalışdılar. Tikinti gedir, yüksək tonnajlı kran işləyir, heç bir təhlükəsizlik, heç bir qoruyucu çəpərlənmə yoxdur. Nə mənada, hər yerdə də çəpərlənmə var da. Heç o tərəfə fırlanmır axı kran. Kran içəridə işləyir. Lakin çəkiliş zamanı qeydə alınan görüntülər bunun əksini göstərdi. MTK rəhbərliyinin iştirakı ilə tikintidə çalışan işçilərin fəaliyyəti zamanı təhlükəsizlik qaydalarına və tikinti normativlərinin pozulduğu kameramız tərəfindən lentə alındı. Əraziyə Fövqəladalar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət və sənayədə işlərin təhlükəsiz görülməsi və dağ mədən nəzarəti Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib. Baxış zamanı müəyyən olunub ki, tikinti işlərinin aparıldığı tikinti meydançasının ətrafı hasarla bağlanıb, hasara qədər olan məsafə isə A1 blokundan istiqamətlər üzrə 12 və 11 metr, B1 və D bloklarından isə 11 metr təşkil edir. Bundan başqa sözü gedən ünvanda istismar edilən gülləli kranın təsdiq edilmiş iş icra layihəsinə uyğun istismar olunmaması, texniki təhlükəsizliyə riayət edilməməsi, eyni zamanda qadağan edilmiş zonada kranın yük qaldırması halları aşkar olunub. Bununla bağlı sahibkara xəbərdarlıq olunub, tərəfimizdən akt tərtib olunub. Məlumat üçün onu da bildirək ki, sözgedən ünvanda təhlükəsizlik qaydalarına və tikinti normativlərinə riayət olunmadan inşası aparılan bir neçə çox mərtəbəli bina tikilməkdədir. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.